Amansız bir cinayət törədilib, kimsə dinozavrları qətlə yetirib və biz indiyənə qədər qatilin orta ölçülü bir asteroid olduğunu hesab edirdik. Amma son illərdə tapılan yeni dəlillər işi yenidən açmağımıza səbəb oldu. Məlum oldu ki, ikinci bir şübhəli var. Asteroiddən 1000 dəfə böyük, çox yavaş hərəkət edən və maye halında olan bir qatil. Gəlin 66 milyon il əvvələ qaydaq. Dünya o vaxt indikindən çox isti, tropik bir cənnət idi. Hindistan hələ Asiyaya birləşməmiş nəhəng bir adaydı. Lakin bu cənnətin altında qədim bir kabus oyanırdı. Onun adı Dekkan tələləridir. Eni 1000 kilometr olan bu vulkanik bölgə sadəcə püskürməyə yox, dünyanı boğmağa hazırlaşırdı. Apokalipsis səssiz başladı. Zərbədən 800 min il əvvəl atmosferə milyonlarla ton CO2 buraxıldı. Sonra isə əsl hücum başladı. Bu adi bir püskürmə değildi. Bu bir lava daşqınıydı. Vulkanlar dayanmadan zəhər və magma qusurdu. Səmanı kül örtdü. Çaylar magmaya döndü. Amma kabus hələ yeni başlayırdı. Vulkanlar dayanmırdı. Atmosferdəki kükürd asid yağışı kimi geri qayıtdı. Okeanlar asidləşdi. Dəniz həyatının təməli olan planktonlar öldü. Plankton yoxdursa, bütün qida zənciri yox olur. Və sonra böyük final gəldi. İstilik o qədər artdı ki, hiperqasırğalar yarandı. Saatda 1000 kilometr sürətlə əsən bu küləklər ozon qatını parçaladı. Dinozavrlar günəş radiasiyası və civə dolu buludların altında qovrulurdu. Dünya artıq bir meyitxanaya dönmüşdü. Və məhz o anda, sanki bir qatil işini bitirərkən otağa ikinci bir qatil girdi. Asteroid gəldi. Bəlkə də bu sadəcə rəhmət gülləsi idi. Bəs əsl qatil kimdir? Qorxulu fakt budur. Tarixdəki 5 böyük kütləvi qırmının 4-ü məhz bu vulkan canavarı oyananda baş verib. O sadəcə qatil deyil, o bir seriyalı qatildir və o hələ də yerin altında yatır. Əgər asteroidin vurduğu o dəhşətli günün tam simulyasiyasını görmək istəyirsinizsə, ekrandakı bu videoya klikləyin. Orada hər saniyəni analiz etmişik. Hələlik.